İş orasındadır ki, qadının haqqında danışır. Qadın qadına düşmənlik eləyir. Yəni, başa düşürsünüz nə demək istəyirəm? Yəni, sən qadınsan. Bir sənin vicdanın, bir sənin, necə deyim, bir vicdanı bir əlivin üstünə qoy. Deyən ki, kiminsə haqqında danışıram, onun da balaları var, qulaq asırlar. Mən necəyəm, nətərim özüm yaxşı bilirəm. Sənin mənim təqdim eləməyə ehtiyacım yoxdur. Amma sən bu günlərim başa düş ki, yəni sənin də səhvlərin olub həyatında. Yəni bu günlərim düşərəm, səni istəyən o qədər jurnalist dostlarım var ki, səndən xoşu gəlməyən o qədər ətrafında sənin işlədiyin insanlar olubdur ki, hamı sənin keçmişimi bilir də, mən bilmirəm ki, onlar bilirlər. Örgənərəm hamısını, ağzımı açaram, yumaram gözümü. Amma mən istəmirəm. Deyirəm ki, nəyimə lazımdır mənim? Özü bilər, öz işi, hərənin öz şəxsi həyatıdır, qarışmıram. Mən qarışmağa da haqqım yoxdur. Sən mən hələ başıma o iş gələndə çıxıb ağzından böyük nələr danışmışsan. Niyə? Neynəmişəm? Sənə güllə atmışam. Sənlə mənim nə işim? Yəni, mən həmin adamam ki, pandemiyada mən Rusiyada 20 min Azərbaycanlıya yardım eləmişəm. Nə qədər Azərbaycana cənazə göndərmişəm və nə qədər xəstələri больницalara yerləşdirmişəm. Bax, həmin qızam mən. Və sən onda haradaydın? Niyə onda belə cəmaata canfəşanlıq elədin? Jurnalistin də Azərbaycanına bir dənə göstər ki, bir dənə insan əlindən tutmursan. Müharibə vaxtında hamıya əlimdən gələn, bacardığım qədər köməklik eləmişəm. Mən həmin insanım. Həyatda da hamının problemi də ola bilər, hamının başına iş də gələr. Sən barmağı belə-belə elə, mən olmayanda nələr danışmırsan? Xeyr ola, sən mənə düşmənçəliyin var. Heç mən tanımıram sən kimsən, heç tanımaq da istəmirəm. Sən niyə mənim haqqımda danışmalısan? Niyə? Qadınsan. Yəni, pandemiyada 20 min Azərbaycanlıya mən yardım edəm qızam. Düzdür, demirəm, hamısı mənim pulman olub. Ancaq hər şeyin üzərində özüm durmuşam. Özüm də əlimdən gələn etmişəm. Amma eləmişəm. Xəstəxanalara insanları yerləşdirmişəm. Azərbaycana cənazə göndərtirmişəm. Bax, həmin insanam mən. Amma sən haradaydın? Səidə Bəkir qızı. Sən haradaydın? Pandemiyada göstər ki, bir dənə insanın əlindən tutmursan, bir adama kömək eləmirsən də. Haradaydın? Nə olur, həyatda hamının başına hər şey gələ bilər. Bilmək olmaz bir saniyədən, bir dəqiqədən sonra nə baş verir. Sən mən olmayanda da barmağı belə göstərib ağzıma gələnləri danışmırsan. Sən və səni kimi bir çox dırnaq arasında olan savadsız, işini bilməyən, TikTok'dan, Instagram'dan yapışıb cəmaatı söyməklə pul qazanan haramzadalar sizlər. Nə istəyirsiniz bizdən? Nə alıb verə bilmirsiniz? Qadın səni bir vicdanın olsun, bir Allahın olsun, bir mənliyin olsun. Bəstirin də. Sən mənim ərimin kişiliyindən danışırsan. Əvvəla Fazil bəy bilir ki, onun həyat yoldaşı müğənnidir. Fotosesiya bütün dünyada eləyəndə yaxşıdır. Bəzi müğənnilər edəndə xoş gəlir sizə. Mənim daşım nə yaman ağır olub düşüb sizin hamınızın təpəvizə, elə altından qalxmayasınız. Mənim ərimin kişiliyindən danışırsan, bir günlük gəl mənim ərimin sənə kişiliyini sübut eləsin. O həddə çatdırırsınız ki, bu formada danışım. Belə yaxşı eləyirəm. Ərim icazə verir, ərimin içindən gəlir. Sizə girib çıxan nədir bəs? Sizi yandıran nədir? O həddə çatdırmayım, mən də belə danışmayım. Mən də yaxşı eləyirəm, belə danışıram. Əgər Səidə, Fazil mənim kişini yoxlamaq istəyirsə, gəl göstərsin sənə. Bundan artıq bəs nə deməliyəm mən? Nə deməliyəm də? Sənin də ətrafın var, qonun var, qonşun var, hansısa bir mühitdə işlədiyin dövrlər var idi, o dövrlərdə var idi. Mən də onları açıb çıxardacağım ortalığa, onu istəyirsən, hə?